Tarlalardakı axıdılan alın tərinin, çəkilən ağır zəhmətin sonunda görünən ürəkaçan mənzərə hər bir zəhmətkeşi, hər bir təsərrüfatçının ürəkdən sevindirir. Ağcabədi pambıqçısının da işi tarlalarda həmişə göz oxşayıb. Sentyabrın 29-da Ağcabədidə pambıq yığımına start verilməsi ilə bağlı çəkiliş qrupumuzla birgə sahibkar Famil Quliyevin sahəsində olduq. Azərpambıq Aqrar Sənaye Korporasiyası MMC-nin Ağcabədi filialı ilə müqavilə bağlayan Famil Quliyev, çəkiliş apardığımız 5 hektarlıq bu sahədə bəyaz altın 1010 seleksiya növündən olan pambıq əkib. Pambığı bol olan sahədə yığım işinə 2 pambıq yığan kombayn və 4 traktor cəlb olunub. Fermerin dediyinə görə, ötən il sahələrdən 35 sentiner pambıq toplaya bilmişdisə, onun bu ilki gözləntisi 45-50 sentinerdir. Azərpambıqla 2025-ci ilə 149 hektar müqaviləm var. Hal-hazırda bugün 29 sentyabr pambıq yığımına başlamışıq. Pambıq yığımına bütün defalasiya işlərimizi hamısını görüb qutarmışıq. Hava şəraiti ilə bağlı biraz gecikməmiz olub. Ancaq ona baxmayaraq pambığımız çox gözəl nəticə verir. Hal-hazırda yığıma indi müşahidə aparırıq. Bu dəqiqə 45-50 sentiner pambıq gözlənilir bizim yerdən. Elə başa düşürəm ki, bu illərimi üst-üstə 149 hektardan 40-45 sentiner pambıq verəcəm. Ümumiyyətlə bu il yığım prosesinə qədərki işlər olduqca sürətlə, eyni zamanda keyfiyyətli şəkildə həyata keçirilir. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanovun verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə 2200 hektar sahədə defoliasiya işləri aparılmışdısa, bu il bu rəqəm 5500 hektarın üzərindədir. Ötən il 13112 hektar ərazidə pambıq əkilmiş. Orta məhsuldarlıq 28,4 sentiner olmaqla rayon üzrə 37277 ton pambıq istehsal olunmuşdur. Bu il isə fermerlər ötən illə müqayisədə daha çox məhsuldarlıq gözləyirlər. Qoluna qüvvət, Ağcabədi pambıqçısı. Topladığın ağqızıl rayonumuzun pambıq təsərrüfatı üçün xeyirli, uğurlu olsun. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.